Əslində gənclik necəlik yəni? Nə demək gənclik? Gənclik ümumiyyətcə yaş duyumu sanki bir yeniliklə yenəlik arasında bir ziddiyyət içindədir. Yəni yeni bir şeylər uğrunda mı, yoxsa yenə həmin şeylər uğrunda mı? Bu yeniliklə yenəlik arasında bir zaman duyumu var. Hansı ki, ilk ağla gələn təbii ki, gənclər yenilik zaman duyumunda yaşayanlardır. Bu, əlbəttə elədir, amma bu mühitə görə dəyişir. Buna görə mən bu söz oynatmasından istifadə edirəm, icazənizlə. Lik, İngiliscə bilməyənlər üçün belə, yəni axan, sızan, sürüşüb gedən belə bir şey. Hər iki gözümə açıq bir zaman duyumudur bu. Mən biraz onun üzərində elə təqdimat xatirinə dayanmaq istəyirəm. Link. Link təbii ki, ilk mənası bağ, yəni bir bağlantıdır. Nəysə, hər birimizi bağlayan əlaqələr var. Ailə var, nə bilim, məhəllə var, başqa çevrələr var, qohumlar var. Saysız hesabsız, etnik bağlar var, dini bağlar var, sosial, peşə və s. Bəzən cinsi, amma o çox da önəmli olmur əslində azad mühitdə, amma belə deyək, seksist cəmiyyətlərdə cinsi bağlantılar bəzən keçərli olur. Gənc insan, bax, onu bağlayan şeylərdən azad olmaya çalışan, birbaşa qohumlardan, məhləsindən, məktəbindən, peşəsindən, başqa bir çevrələrindən. Yəni, yenilik biraz bağlardan açılma, biraz bağlanmamaq, qapanmamaq anlamını verir. Amma tamamilə bağlardan qopma ehtimalı da var. Onun üzərinə hələ gələcək. Bağlardan biraz açılıb da insanlar bir-biri ilə görüşməyə başlayırlar. Görüşərək, əgər insanlar bağlardan açıla bilmirlərsə, başqalarında özünü görməyə çalışırlar. Başqalarda özünü görməyə çalışanda onda yaranır nə mühiti? Tay-tayını tapar mühiti. Çünki siz başqasında özünüzü görməyə çalışırsınız. Ona görə sizinlə eyni vəziyyətdə olan və yaxud sizinlə eyni duyumda olan, məsələn, gəmginsinizsə gəmgin adam axtarırsınız. Sizi şənlənən adam sizi darıxdırır, qıcıqlandırır. Çünki sizə elə gəlir ki, bu niyə şənlənir? Bu nəyə görə? Bu nə var axı? Belə bir şənlik mühitində. Həyat pisdir, kasıblıqdır, nədir, filandır. Şənliyi axtaracaq. Amma bu istər-istəməz yenə o insanların bağlardan açıla bilməməsidir. Çünki əgər insanlar öz tayını axtaracaqsa, o artıq gənc zaman duyumunu ifadə etmir. Gənc yenilik axtarırsa, deməli, başqalaşmaq istəyir. O başqalaşma potensialı artırılması üçün ortaqlıq mühiti vacibdir. Paylaşma haqqında danışıldı. Ortaqlıq da paylaşma haqqında məsələdir. Amma ortaq payını alana demirlər. Ortaq payını yatırana deyirlər. Yəni, əgər siz payınızı yatırırsınızsa, bu iqtisadiyyatda da belədir, bu hüquqda da belədir. Ortaqlıqlar, indi hüquqşünaslar varsa burada biləcəklər. Yəni, nə ilə bölüşürsünüz, nə isə yatırırsınız. O zaman ortaqlıq yaranır. Ortaq mənafələr. Amma bu artıq tay-tayını tapar anlamını vermir. Çünki tay-tayını apar çox bölücü bir şeydir. Ayrı seçkilik üzərində qurulur. Ortaqlıq hər kəsin özünü sərbəst ifadə etməyin nəticəsində yaranır. Görüşmək. Gənclik görüşmək məsələsidir. Həm yeni insanlarla görüşə-görüşə siz tanınırsınız. Çünki iki şey çox vacibdir. İki şey bizi ancaq keyfiyyətcə dəyişə bilir. Oxuduğumuz kitablar və görüşdüyümüz adamlar. Əgər görüşdüyümüz adamların çevrəsi eynidirsə, onda biz yenəliyin tilsiminə düşürük.
Biz yenilik qura bilmirik. Görüşlər həm də fikirlərdir. Fikirlərlə bölüşmək, yeni fikirlər eşitmək, eşitmək sayəsində də bərabərləşmək, yəni ortaqlıq yaranır bu sayədə. Yürüş, yəni mütləq hansısa hədəfləri doğru yürümək vacibdir. Yerində saymamaq vacibdir. Yürüyərək də yeni üfüqlər açmaq deməkdir. Genişlənmək deməkdir. Həm coğrafi olaraq, həm zehni olaraq, həm emosional olaraq. Bir gözəl bir məsəl var Afrikadakı tayfaların birisində. Bəziləriniz eşitmişsiniz, onu demişdim. Deyir, hər səhər aslan oyanır, hər səhər üstün, ceyran oyanır və o bilir ki, ən tez qaçan aslandan daha tez qaçmalıdır, yoxsa onu yeyərlər. Aslan da hər səhər oyanır və bilir ki, ən yavaş qaçan ceyrandan daha tez qaçmalıdır, yoxsa acından ölər. Fərq etməz, ceyransan yoxsa aslan. Günəş çıxan kimi qaçmağa başlasan yaxşıdır. Yəni, yeni hədəflərə doğru, yeni açılımlara doğru, üfüqlərin genişlənməsinə doğru mütləq nəsə bir axtarışda olmaq lazımdır. Amma tapdığınızı savunmaq da çox vacib. Yəni, onu qorumaq vacib. O baxımdan yürüyüş hansısa bir zaman bir savaş ortamı da yarada bilər. Əgər qoruduğunuz bir dəyər, qorumaq istəyə biləcəyiniz bir çevrə, mühit yoxdursa, onda siz başladığınız bağlardan tamamilə qopursunuz. Bağlardan qopmaq istər-istəməz tamamilə bir başqa mühit yaradır. Odur ki, yenilik, ortaqlıq, görüşlər, yürüyüşlər, savaşlar, bunlar hamısı yeni bağlantılar qurmaq üçün. Dağıdıcılıq anlamına gəlmir bu. Lik mühiti biraz başqadır. Bağ əvəzinə lağ yaranır. Lağlağı. İnsanlar lağ etməyə başlayırlar. Keçmişinə, bugününə, sabahına, özünə, etrafına ümumi bir belə lağlağı yaranır. Çünki bağlantı yoxdur. Məlumat, bölüşə biləcək bir başqa bir şey. Darıxdırıcı bir mühitdir. Və istər-istəməz ki, əslində zarafat çox sağlam bir şeydir, amma bağlantı olmayanda o lağa çevrilir. Burada bir hərf buraxılır ortaqlıqdan fərqli olaraq. Ortalıq. Ortaqlıqla ortalığın fərqi odur ki, ortalıqda paylaşım yoxdur. Ortalıqda yatırım yoxdur. Hər kəs usandığı bağlardan qopmağı istəyərkən, yenilik axtarmadan, sadəcə oradan yorularaq qopur da və ortalığa düşür. Ortalığa da düşən, bilirsiniz, əgər sizi həvəsləndirən bir şey də yoxdursa, onda insanların arasında yeni bağlantılar yaranmayınca, insanlar da bir-birinə yad olurlar. İnsanlar bir-birindən bölüşmürlər, paylaşmırlar. Və insanların da bunun nəticəsində bir başqa bir mühit yaranır. Yəni, görməmişlik. Mən çox zaman deyirəm, biz çox şeyi görməmişik. Ona görə də görməmişik. Bax, biz görməmişik ki, dinc etiraz aksiyaları ola bilər. Biz görməmişik ki, polis onlarla mədəni rəftar edə bilər. Biz görməmişik ki, seçkilərdə səslər dürüst sayıla bilər. Biz görməmişik ki, özəl mülkiyyət toxunulmaz olar. Biz görməmişik, biz çox şeyi görməmişik toplum olaraq. Ona görə ümumi bir görməmişlik mühiti yaranır. Həmin o görməmişlik mühitində ortalığa düşənlər aktar o vektorsuz enerji kimi olur. Biriləri onları harasa göndərmək istəyə bilərlər. O halda göndərən olur öndər və insanlar da bir-birini qarşılayanda səni kim göndərib deyə bir sual verməyə başlayır.
Ən yaxşı halda hardan gəlmisiniz sualı var. Amma kimsən, nə istəyirsən, nə töhfə verə bilərsən, mən sənə necə yardım edə bilərəm? Yox. Səni kim göndərir və ya hardan gəlmişsən? Çünki görməmişik ki, insanlar fərd olaraq öz kimliyini yatırsınlar və beləliklə başqalarının kimliyindən yararlansınlar. Bu arada yürüş alınmır. Bu arada bütün ictimai proseslər yavaşlayır, donur. İnsanlar yadlaşır. İnsanlar toplum olarak onun enerjisi, o fizikada olduğu gibi molekulalar ki sürəti zəifləyir, cisim başqa bir hala keçir, artıq dondurulur münasibətlər. Çünki istilik, hərarət, sürət məsələsidir. Təbiətdə bu belədir. Sürət artdıkça hərarət də artır, istilik yaranır. Ancaq belə durğunluq dövrü mü deyirsiniz, münasibətlərin dondurulması mı deyirsiniz, bunlar hamısı, bax bu, bağlardan qopub da heç nə yatırmadan ortalığa düşənlərin görməmişliyi hesabına. Və təbii ki, savaşa heç bir ehtiyac qalmır. İnsanlar yavaş-yavaş sürüşməyə üstünlük verirlər. Aradan çıxmaq haqqında düşünürlər. Çünki o ortalıq tamamilə boşdur. Baba, iki fərqli mühit və çevrə mümkündür. Açıq və qapalı cəmiyyətlərdə müvafiq olaraq. Orada da gənclər var, burada da gənclər var. Yəni, gənc yaş məsələsi deyil. Gənclik şəxsən mənim üçün həm də gözəllikdir. Mən cismani vücud gözəlliyi nəzərə tutmuram. Hərçən ki, təbiətdir. Odur ki, burada da insanın ən gözəl dövrü məhz gənc dövrüdür. Ancaq mən başqa gözəlliyi nəzərə tuturam. Mən sizə biraz dekonstruktiv yanaşmaya, üstünlük verməyə təklif edirəm. Gözəl sözünün tərkibinə baxın. İki kökdən yaranmış göz və əl. Bu məna yükü əslində böyük bir məsuliyyət tələb edir. Bu bizdə gözəlliyə bax və götür yanaşmasını təlqin edir sanki. Bizdə gözəllik haqqında əlçatmazlıq kimi bir təsəvvür oyadılır. Bax, bir muzey eksponatı kimi orada çox belə bir qorunan bir şeydir. Yəni, gözəllik sizlik deyil sanki. Gözəllik ancaq incə zövqü olanların anlayışında mümkündür. İnsanların başqa hissəsində heç gözəllik haqqında təsəvvür olamaz. Gözəllik də paylaşım deməkdir. Göz baxmağı, əl götürməyi ehtiva edir. O şeyi ki, siz götürə bilmirsiniz, özününkü edə bilmirsiniz. O sizin üçün gözəllik anlamını verə bilmir. Və təbii ki, götürüb də özünüzə saxlayacaqsınızsa, o başqaları üçün gözəllik anlamını verməyəcək və nəticədə sizin özünüz üçün o gözəllik anlamını itirəcək. Gözəllik paylaşmanı tələb edir. Gördün, göstər. Göstər ki, başqaları da görsün. O görməmişlik yaranmasın. Ümumi bir paylaşım formalaşsın. O baxımdan yenə qayıdırıq o bayaq ki, mən dediyim məsələyə. Ancaq iki şey bizi keyfiyyətcə dəyişdirə bilir. Oxuduğumuz kitablar və görüşdüyümüz adamlar. Başqa kəmiyyət dəyişiklikləri bizdə heç bir keyfiyyət dəyişikliyə səbəb olmur. Gözəllik mütləq çatımlılıq deməkdir. Və gəncliyin də gözəlliyi ondadır ki, o hər yerə çata bilir. O yüklənməmiş nəsildir hələ ki. Bu öhdəliklər, ailə öhdəlikləri və s. və bütün bunlar hələ yoxdur gəncliyin üzərində. Ona görə hər yerə çata bilir, gəzə bilir, gedə bilir, qayıda bilir, istədiyi bir işlə məşğul ola bilir. Yetər ki, o həvəsi saxlayan mühit, çevrə və sistem olsun. Bax, onun uğrunda çalışmamız çox vacib olacaq. Məsələn, ona görə indi şuar deyiləsində o daha çox mottodur ki, mən onu seçmişik özü çoxdan. Fikir, şəraiti tikir. Konstruktivist, yəni biz nə düşünürüksə oyuq. Və gözəllik nə gözəl deyəndə mümkündür. Əgər nə gözəl deyən yoxdursa, gözəllik də yoxdur.
Ona görə əbəs yerə demirlər ki, gözəllik baxan gözdədir. Gəncliyin gözü mütləq o gözəlliyi axtarıran bir gözdür. Və onun sayəsində də yenilikçi ola bilir. Bu baxımdan mən mütləq istəyirəm ki, bunun sonluğu da elə burada da bitsin ki, biz məhz paylaşım, məhz yeni görüşlər, məhz gözəllik uğrunda çalışmalar sayəsində gənc qala bilirik. Yaşın isə bu baxımdan elə bir aidiyyatı yoxdur məsələyə. Sağ olun.